kəsə. Salamlar, biz yenidən efirdəyik və bu həftə məqsədimiz sizə 2025-ci ilin ən yaxşı mahnılarını təqdim etməkdir. Respublikanın xalq artisti Aydın Kazımova da 2 musiqi ilə ilin hit paradında iştirak edir. Onun adını elan etməyə düşünürəm ehtiyac yoxdur. Onun Bəsim zamanısı bütün sevənlərin 2025-ci il üçün himn oldu. Mahnı 10 milyonu keçən baxışlarla sevilib və dillər əzbəri olmağı bacarır. Musiqi hər gün durmadan sevilir və izlənir. İlin ən yaxşı bəstəkarı desək daha doğru olar. Çünki ilin hit paradında düz 4 pilləni onun bəstələdiyi mahnılar zəbt edir. Deməli, hit ola bilib və ilin ən yaxşıları arasına daxil olub. Sərhədləri aşan Azərbaycan mədəniyyətini və Azərbaycan adını tanıdan məhz o oldu. Bununla da illik hesabatı sizə təqdim etdik və bir neçə gündən sonra isə növbəti həftənin ən yaxşılarını təqdim etmək ümidi ilə sizinlə sağollaşırıq. Hələlik!